Bu gün Göyçayda Vətən müharibəsi şəhidi Həsənov Xəyal Zeynəddin oğlunun anım mərasimi keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər və şəhidin ailə üzvləri iştirak ediblər. Anım mərasimində Space TV-nin Qarabağ Azərbaycandır komandası da qatılıb. Tədbirdə çıxış edən şəhid ailələri qəhrəman oğullarımızın igidliyindən, onların keçdiyi şərəfli döyüş yolundan danışıblar. Xəyal Həsənov 2002-ci il aprelin 16-sında Göyçay rayonunun Qaraman kəndində anadan olub. Subay idi. Azərbaycan ordusunun əsgəri olan Xəyal Həsənov 2020-ci il sentyabrın 27-sində Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində iştirak edib. O, Suqovuşun azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib və 2020-ci il oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Xəyal Həsənov Göyçay rayonunun Qaraman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra vətən uğrunda, Suqovuşanın azad olunmasına görə və Laçının azad olunmasına görə medalları ilə təltif edilib. Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüblər. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.